Bu günlərin biz avtizm spektr pozuntusunda genetik yanaşmalar haqqında danışacağıq. Ümumiyyətlə, avtizm spektr pozuntusu biz artıq bilirik ki, dünyada ən çox yayılmış neyroinkişaf fərqliliyidir və artıq dünyada 59 uşaqdan birində görülməkdədir. Avtizm spektr pozuntusu əsasən sosial ünsiyyət çatışmazlığı və təkrarlanan davranışlarla özünü göstərir, amma bununla yanaşı bir sıra digər dəyişikliklər də olur uşaqlarda. Belə ki, nevroloji dəyişikliklər əsasən epilepsiya %30%-ə qədər görülür, həmçinin əqli gerilik %45-ə qədər, mədə-bağırsaq problemləri, motor anomaliyaları və yaxud da ki, yuxu pozğuntuları kimi bir sıra digər əlamətlərlə birlikdə görünür və bunlar hər bir uşaqda fərqli şəkildə görünür. Bəzilərində bir problem daha çox, digərində daha zəif şəklində görülür və buna görə də avtizm spektr pozuntusu bir fərqli heterofenotip göstərən bir neyroinkişaf fərqliliyidir. Avtizm spektr pozuntusunun baş verməsindəki alt səbəbləri biz baxdığımız zaman bu da bir növ xərçəng modelinə bənzəyir. Belə ki, bir neçə səbəblər nəticəsində yaranır. Heç bir amil təklikdə həmin bu neyroinkişaf fərqliliyin yaranmasına səbəb olmur. Belə ki, əsasən təməlində genetika durur və genetik dəyişikliklər, genlərdə olan və yaxud da xromosomlarda olan bir sıra dəyişikliklər, bunlar tək nukleotid polimorfizmlər ola bilər və yaxud da ki, böyük delesiyalar, duplikasiyalar ola bilər, yeni formalaşmış mutasiyalar ola bilər. Bunlar hamısı əgər beyin neyronlarının inkişafını formalaşdıran genlərdə və yaxud da hüceyrə böyüməsini tənzimləyən genlərdə baş veribsə, avtizm spektr pozuntusunu yarada bilir. Bununla birlikdə epigenetik dəyişikliklər ola bilər ki, epigenetik dəyişikliklərdə genetik zəncirdə hər hansı bir dəyişiklik olmur. Təməl nukleotid ardıcılığı olduğu kimi qalır, amma yan faktor kimi həmin tutaq ki, genlərə bir CPG adaları bağlana bilir. Bu da DNT metilləşməsi adlanır və nəticə etibarilə həmin genin funksiyasını pozur. Bundan əlavə olaraq da biz mühit faktorlarının da önəmli rol oynayır. Əsasən burada ananın qidalanmasıdır, oksidativ stressdir, toksik bir sıra təsirlərdir, həmçinin iltihabi proseslərin baş verməsidir. Bunlar hamısı birlikdə avtizm spektr pozuntusunun yaranmasına səbəb olur. Əsasən biz bir uşağın avtizm spektr pozuntusunun formalaşmasında həm uşaqda olan dəyişikliklər, həmçində hamiləlik dövründə ananın da keçirdiyi bir sıra durumlarla əlaqələndirilir. Belə ki, ana hamiləlik dövrü ərzində həm stress faktoru ola bilər və yaxud da ki, mikroplastiklər ola bilər. Həmin bu mikroplastiklər əslində biz xırda bir şeylər kimi düşünürük, amma adi plastik qablardan su içmək belə artıq bədənimizə müəyyən plastiklərin ötürülməsi və yaxud da paketli qidalardan istifadə, həmin o plastiklərə məruz qalma və yaxud da ki, əsasında keyfiyyətsiz plastik məhsullara məruz qalma bədənimizdə ağır toksinlərin yığılmağına gətirib çıxarda bilir. Hava kirlənməsidir, anada bir sıra olan bir sıra xəstəliklərdir, diabetdir, astma və s. Bunlar hamısı ananın ya endokrin sistemini pozur və yaxud da ki, immun sistemində bir sıra reaksiyaların, immun aktivləşməsinə gətirib çıxardır. Bundan əlavə olaraq bir sıra infeksion xəstəlikləri keçirməsi, qidalanmasının düzgün olmaması, həmçinin də sintetik vitaminlərin qəbulu da eyni zamanda öz təsirini göstərə bilir və bunlar hamısı plasenta yolu ilə uşağın formalaşdığı dövrdə onun neyronlarının inkişafına birbaşa təsir göstərir və nəticə etibarilə onun zədə almasına gətirib çıxardır. Və hamiləlikdən sonra artıq uşaq dünyaya gəldikdə eyni faktorlar yenə uşağın inkişafında onun yenə endokrin sistemi olsun, immun sistemi və yaxud da ki, mikrobiotasını pozur və bunlar hamısı artıq uşağın qan dövranı vasitəsilə beyin hüceyrələrinin bariyerindən keçməsinə əngəl yaranır və nəticə etibarilə həmin o sinir hüceyrələri normal formalaşa bilmir, diferensiyasiya uğraya bilmir və bu kimi bir sıra problemlərə gətirib çıxardır. Ümumiyyətlə, avtizm spektr pozuntusunun genləri həmin bu neyronların formalaşmasında müəyyən fərqliliklərə gətirib çıxarda bilir. Məsəl üçün, bir sıra genlər var ki, onlar sinaptik funksiyaların pozulmasına gətirib çıxarda bilər. Sinapsların formalaşması və yaxud da ki, neyronlar arası əlaqənin ötürülməsi kimi bir sıra funksiyaların pozulmasına, məsəl üçün, SHANK3 genini və GRINK2B genini misal göstərə bilərik. Bundan əlavə olaraq
neyronal səviyyədə təsir göstərən genlər var. Əsasən neyron diferensiyasiyası, hüceyrənin böyüməsi, istiqamətləndirilməsi, akson istiqamətləndirilməsi kimi bir sıra dəyişikliklər isə PTEN genidir və yaxud da ki, mTOR siqnal yolundakı bir sıra genlər buna səbəb ola bilir. Digər bir, üçüncü bir funksional pozuntuda əsas dayanan təməl səbəb isə sosial və davranışa nəzarət edən epigenetik pozuntulardır. Buna da əsasən MECP2 və yaxud da ki, CHD8 kimi genləri biz misal göstərə bilərik. Bunlar da yenə neyron inkişafında və yaxud da ki, qarşılıqlı neyron əlaqələrinin pozulmasına gətirib çıxardır. Biz ümumiyyətlə bir hüceyrənin bölünməsi, böyüməsi, ümumiyyətlə bioloji bir prosesin baş verməsi üçün bizim genlərimiz, genetik kodlarımız müəyyən bir komanda verir, belə deyək. Həmin bu komandanı isə siqnal yolları vasitəsilə verir. Həmin bu siqnal yolları əgər beyin inkişafına təsir edəcək yollardakı genlərdirsə, artıq inkişaf pozuntusuna gətirib çıxardır. Əsasən mTOR-dur, VNT siqnal yolaqlarını buna misal göstərə bilərik. Bunlar erkən beyin inkişafı və yaxud da ki, hüceyrə bölünməsi, böyüməsi, zülalın sintezinin formalaşmasında təsir eləyən genlərdir. Və bu genlərdən əlavə olaraq ümumiyyətlə mühit toksinləri ola bilər, digər yeni mutasiyalar ola bilər, iltihab ola bilər, digər yan faktorlar da yenə təməl olaraq bu siqnal yolunda problem yaradır və nəticədə də fərqli fenotip formalaşmış olur. Genetik dəyişikliklərə gəldikdə isə biz avtizm spektr pozuntusunda dediyimiz kimi əsasən xromosomal dəyişikliklər ola bilər, xromosomların üzərində böyük silinmələr və yaxud da ki, artışlar ola bilər. Həmçinin eyni zamanda tək-tək genlərin üzərində dəyişikliklər ola bilər. Və biz əgər xromosomal səviyyədə baxırıqsa, burada delesiya duplikasiyaları aşkarlamaq üçün bizim istifadə etdiyimiz metod array metodu olacaq. Array metodu böyük delesiya duplikasiyaları aşkarlayır və genin üzərində, məsəl üçün 16-cı xromosomun üzərində 25 geni əhatə eləyəcək bir delesiya varsa, həmin bu 25 gen artıq neyron inkişafı və yaxud da daxili orqanlarda hər hansı bir orqanın inkişafına təsir eləyən bir gendirsə, o öz funksiyasını normal yerinə yetirə bilmir. Və 3 gen, 5 gen, 10 gen heç bir fərqi yoxdur. Nəticə etibarıyla neyron inkişafına təsir edirsə, avtizm spektr pozuntusuna gətirib çıxarda bilir və bundan əlavə biz məsəl üçün 15-ci xromosomda göstərə bilərik. 15-ci xromosom üzərindəki dəyişikliklər Angelman və yaxud da ki, Prader-Willi sindromları ilə əlaqələndirilə bilir. Və burada maraqlı məqam odur ki, Angelman sindromu anadan gələn xromosomda problem varsa, Angelman sindromu formalaşır. Atadan gələn 15-ci xromosomda problem varsa, Prader-Willi sindromu formalaşır. Əslində eyni bölgədən söhbət gedir. Və burada istifadə olunan metod dediyimiz kimi delesiya duplikasiyaları aşkar eləyir və əsasən də avtizm spektr pozuntusu vakalarının 10-20%-ə qədər olan hissəsini aşkarlaya bilir. Və bu əlbəttə ki, yetərsizdir. Çünki tək genlərin üzərində bir dəyişiklik baş verirsə, bunu artıq burada aşkarlamaq mümkün olmur. Amma yenə də bu böyük delesiya duplikasiyalarda yetərincə öz rolunu göstərir. Məsəl üçün, birinci xromosom 3, 5, 7, 8 burada bir sıra delesiya duplikasiyaları göstərmişəm ki, bunlar avtizm spektr pozuntusu ilə yanaşı həmçinin digər xəstəliklərdə, məsəl üçün, əqli geriliyi ola bilər, inkişaf geriliyi ola bilər, dil gecikməsi ola bilər, həmçinin hiperaktivlik ola bilər, bir sıra yan xəstəliklərlə birlikdə özünü göstərə bilər, hansı ki, burada delesiyalar baş veribsə. Bu delesiyalardan məsəl üçün Prader-Willi və Angelmana daha çox toxunmaq istəyirəm. Çünki əgər bir uşaqda biz avtizm spektr pozuntusundan şübhələniriksə və yaxud da ki, onun inkişafında bir müəyyən şeylər yolunda getmirsə, biz birbaşa VES analizini, gen analizinə yönləndirmədən əvvəl bir sıra sindromları əslində kənarlaşdırmalıyıq. Yəni o şübhədən çıxmalıyıq. Çünki VES analizi ilə baxırıqsa və yaxud da ki, ola bilsin ki, yenə array analizinə göndəririksə, bəzən sindromundan şübhələniriksə, burada onun özünün testi var. Həmin testə yönləndirmək lazım. Ya MLPA ya da metilyasiya analizi ola bilər.
metilyasiya analizi ola bilər və ona görə də burada artıq dəqiq baxmaq lazımdır. Məsəl üçün, Prader-Willi sindromunda klinik əlamətlər yaş dövrünə əsasən dəyişiklik göstərə bilər. Uşaq yeni doğulduğu zaman zəif əmmə ilə özünü göstərə bilər və yaxud da ki, qidalanmasının zəif olması, əzəli zəifliyinin, hipotoniyasının olması, inkişaf gecikmələri özündən göstərir birlikdə. Daha sonraki dövrlərdə 6 ildən 10 ilə qədər olan bir periodda isə həmin bu zəif əmmə və yaxud da hipotoniya tarixli uşaq gələ bilər. Yəni o uşaq vaxtı görülən proseslər ola bilər, amma əzələ zəifliyi özünü tutaq ki, bərpa eləyirsə yavaş-yavaş, amma yenə də inkişaf gecikməsi onda qalır və yaxud da ki, onlarda tam tərsi olmağa başlayır. Belə ki, həddindən artıq qidalanma və bu da nəticə etibarilə piyələnmənin artmağına səbəb olur və buna görə də Prader-Willi uşaqların nəzarət altında qidalanmasını saxlamaq lazımdır. Bundan əlavə olaraq yüngül əqli gerilikdir, koqnitiv pozğunluqlardır, hipotalamik hipogonadizm görülə bilər, bir sıra autizm spektr pozuntusunun əlamətlərini göstərə bilər. Bundan əlavə isə əl və ayaq barmaqlarının daha kiçik olduğunu görə bilərik və rəftarlarında isə özünün dərisini yolması və yaxud da daha aqressiv kimi bir sıra problemlər görünür. Eyni zamanda yuxu pozuntuları görünə bilər. Bu tipli uşaqlarda əsasən MRT cavablarının olmağı daha yaxşıdır. Çünki onların MRT-sindən baxdığımız zaman beyin dəyişiklikləri varsa, hipofiz vəz dəyişikliyi və yaxud da ki, beyində atrofiyanın olması, ağ maddə zədələnmələrinin olduğunun görünməsi daha çox genetik faktorlara aparır. Angelman sindromu isə dediyimiz kimi Prader-Willi ilə eyni bir xromosomda, eyni bir bölgədə olan dəyişiklikdir və Angelman sindromunda yenə ağır inkişaf gecikməsidir, əqli qüsurlardır, nitq pozğunluqlarıdır, aşağı ətraflarda əsasən daha çox titrəmə görülür və getdikcə onların yaşam şeyləri daha da zəifləyir. Bu uşaqlarda isə daha çox anlamsız gülmək, həyəcanlı hərəkətlər və yaxud da ki, həmişə üzünün gülümsəmə emosiyasını daha çox görürük. Yenə bunlarda əqli gerilik olur və yaxud da ki, nitq qüsurları özünü birlikdə göstərir, hərəkətlərində tarazlığını saxlaya bilmirlər. Və burada əsasən bu uşaqlarda əlavə olaraq suya daha çox marağın olması, yenə əlavə faktorlardan qəbizlikdir, skalyoz və yaxud da ki, əlavə piyələnmənin olmağını görə bilərik. Yenə MRT-sinə baxıldığı zaman onlarda beyində atrofiya və yaxud da ki, miyelinin itməsi, yəni atrofiyası görülə bilər, amma çox vaxtı Prader-Williyə nəzərən daha beyin quruluşunun daha normal olduğu görünür. Fragile X sindromu, bu da artıq bir sindrom halında təsdiqlənmiş bir xəstəlik qrupudur, sindromdur belə deyək. Fragile X sindromu digər Prader-Willi və yaxud da digər sindromlardan fərqli olaraq burada delesiya və duplikasiya çox nadir bir ehtimaldır, 1%-dəndir. Bu xəstəliyin formalaşması tək genin üzərindəki nukleotid ardıcıllığının sayının artmağına görədir. Məsəl üçün, FMR1 genində SGG nukleotid ardıcıllığı var və bu normalda 55-ə qədər olmalıdır bu trinukleotid ardıcıllığı. 5-lə 200 arası isə premutasiya sayılır və Fragile X sindromu üçün risk qrupu hesab edilirlər. Fragile X sindromu olan uşaqlarda əsasən yenə autizm spektr pozuntusu görülə bilər. Bunlarda yenə əqli inkişaf gerilikləri və yaxud da ki, dil inkişaf ləngimələri görülür. Amma həmçinin onların ailə tarixçəsinə baxdığımız zaman ana və yaxud da ata tərəfdən keçən bir əqli inkişaf pozğunluğu və yaxud da ki, onlarda qadınlarda yumurtalıq çatışmazlığı erkən yaşda baş verən bir hal kimi dəyərləndirilə bilər. Bundan əlavə olaraq beyin MRT-sində yenə ağ maddə dəyişiklikləri, lezyonları, beyin atrofiyasıdır. Həmçinin yaddaş pozğunluqları, yenə dediyimiz kimi aşağı ətraflarında neuropatiya və yaxud da ki, qohumlarında və ya özlərində irəliləyən yaş zamanlarında titrəmə, əl titrəməsinin artmağı qeyd olunur. Və Fragile X sindromunun məsəl üçün tək gen xəstəliyi olmasına baxmayaraq, burada yenə VES analizinin istifadəsi effektiv olmur. Burada yenə Fragile X sindromunun şübhəsinə əsasən ya metilyasiya analizi və yaxud da ki, spesifik olaraq həmin bölgəyə baxan digər bir metodlardan istifadə edib baxmaq lazımdır.
Həmçinin burada frajilik sindromunda yenə yetkinlik dövründə bir qədər dəyişikliklər baş verə bilər. Məsəl üçün hipotoniyadır, reflüksdir, qıcolmalardır, yuxu pozğunluqlarıdır, əzələ yumşaqlığının olması, skalyoz, yastı pəncə kimi əlamətlər erkən dövrlərdən görünməyə başlayır və uşaqlarda dəri həddindən artıq yumşaq və hamar formada ola bilir və onların erkən inkişaf mərhələləri də gecikir. Məsəl üçün öz-özünə oturmağı daha gec, gəzməsi 20 aylığından sonra və yaxud da ki, söz istifadə etməsi daha gec hallarda baş verir və bundan əlavə olaraq həmin bu frajilik sindromunda biz yaş artdıqca spesifik üz xüsusiyyətlərinin formalaşdığını görə bilərik. Uzun üzdür, çıxıntılı alın, çıxıntılı çənə və böyük qulaqlar şəklində göstərir. Amma kəllə üz malformasiyasının formalaşması biraz daha yəni normal olan versiyalarda, variantlar da var bu şeylərin və ona görə kəllə öz xüsusiyyətlərini biraz daha orta dərəcədə dəyərləndirmək lazımdır. Çünki premutasiyanın təsirindən asılı olaraq görülə də bilər, olmaya da bilər. Daha sonraki ilərləyən zamanda isə ürək qüsurları da, aorta kökünün böyüməsidir və yaxud da ki, sosial fobiyaların formalaşmağı, narahatçılıqdır, həmçinin onlarda düşmənçilik hissinin artmağı, daha çox psixiatrik pozuntuluqlar, narahatlıq, qıcolmalar, həyəcan, OKB kimi və həmçində depressiya kimi əlamətlər özünü göstərir və bunlar da eyni zamanda avtizm spektr pozuntusunda da bir sıra görülən əlamətlərdir. Ümumiyyətlə avtizm spektr pozuntusunda olan biz daha çox delesiya duplikasiyaları danışdıq və delesiya duplikasiyalardan əlavə isə genlərin üzərində tək-tək nöqtə mutasiyaları baş verə bilər. Həmin bu nöqtə mutasiyalarının baş verdiyi zaman isə yaranan xəstəlik qrupları fərqli olur. Məsəl üçün TSC1-2 genində baş verən dəyişikliklər autozomal dominantdır. Yəni bir dəyişikliyin baş verməsi artıq xəstəliyin özünü göstərməsinə səbəb olur. Tubular skleroz kompleksi xəstəliyini formalaşdırır və yenə bu da özünü bir növ avtizm spektr pozuntusuna bənzər rəftarlar özünü göstərir. Həmçinin onlarda amma biraz daha baxsaq biz ürək rabdomiyomlarını görə bilərik əlavə olaraq və yaxud da ki, formalaşan miyomalar daxili orqanlarda da görülə bilər. Bundan əlavə olaraq neyrofibromatozlar, məsəl üçün NF1, NF2 genindəki dəyişikliklərdir. Bu da autozomal dominant ötürülür, yəni bir mutasiyanın olmağa kifayət eləyə bilir. Bu ən çox bizim bildiyimiz kafeloid ləkələri ilə spesifikdir. Həmin bu ləkələrin olması və yaxud da ki, böyrəklərdə və fibromaların olması ilə özünü göstərir. Bir sıra xəstəliklər isə X-ə bağlı olaraq formalaşır. X xromosom üzərində olduğuna görə belə adlandırılır. Məsəl üçün Rett sindromudur. Rett sindromu biraz Angelman sindromuna da bənzər xüsusiyyətlər göstərir. MHP2 geninin funksiyasının pozulması ilə yaranır və X xromosomunda olduğuna görə burada qızlarda daha yüngül, oğlanlarda isə daha ağır fəsadlarla nəticələnir. Oğlan uşaqları əsasən Rett sindromunda 2 yaşından daha aşağı yaşlarda artıq vəfat eləyir. Amma qızlar ilərləyən zamanlarda yenə əzələ zəifliyi olsun və yaxud da ki, əqli inkişaf pozuntuları ilə birlikdə həyatını davam elətdirirlər. Frajilik sindromu haqqında isə danışdıq. Frajilik sindromu yenə oğlanlarda daha ağır, qızlarda isə bir növ oğlanlara baxın daha yüngül formada özünü göstərə bilir. Bəs bu tək genlərdə olan dəyişikliklər ümumiyyətlə necə funksiya pozuntularına səbəb ola bilər? Bunlardan biri məsəl üçün folat çatışmazlığı ilə nəticələnən bir prosesdir. Məsəl üçün biz normal insan beynində proses necə gedir? Tutaq ki, qan dövranı vasitəsilə folat alımını alfa folat reseptorları vasitəsilə beyinə normal şəkildə, nüvəyə normal şəkildə ötürülür və o RFC folat daşıyıcılarından istifadə edir bu prosesi yerinə yetirmək üçün. Amma ki, bu alfa folat reseptorlarının genlərində, məsəl üçün FOLR1 geni və yaxud da ki, CLC19A1 genində bir polimorfik dəyişiklik belə olsa, bu reseptor öz funksiyasını normal yerinə yetirə bilmir, FOL turşusunu normal şəkildə beyinə keçirdə bilmir. Həmin bu hüceyrə səthindən o reseptorlar vasitəsilə keçirdə bilmir. Və nəticə etibarı ilə FOL turşusu hüceyrədə yığılaraq qalır və o beyin
beyin onu normal istifadə edə bilmir və həmin pol turşusunun həm yığılmağı, həmçinin də beynin onu əksiklik kimi qəbul etməsi nəticəsində inkişaf ləngiməsi və yaxud da ki, zəifləmiş sosial ünsiyyət kimi bir sıra əlamətlər formalaşır və digər genlərdə də proses belə gedir. Əgər bir genin funksiyası neyron formalaşdırmaq və yaxud da ki, qida maddələrinin beyinə ötürülməsini təşkil edirsə və bu prosesi normal yerinə yetirə bilmirsə, artıq orada bir geri qalma halı baş verir. Ümumiyyətlə, həmin bu genlərə baxılması nəticəsində avtizm spektr pozuntusu ilə əlaqələndirilən genlər hamısı Safari databazasına əlavə edilir. Safari databazasında hal-hazırda 1200-dən çox potensial olaraq avtizm spektr pozuntusunda özünü göstərə biləcək olan genlər yığılıbdır. Və həmin genləri onlar müəyyən qədər belə deyək, çərçivələrdə, mərhələlərdə göstərərək bir-birindən ayırırlar ki, gen qruplaşmaları formalaşdırılsın və daha rahat şəkildə analiz edilsin. Məsəl üçün, özünü tamamilə təsdiqləmiş genlər var. MHP2-dir, elə Fragile-X-in FMR genidir. Bunlar sindromik olaraq öz təsdiqini tapdığı üçün ən üst mərhələdə və HD8 geni de novo olub, aşkarlanıb və avtizm spektr pozuntusuna gətirib çıxardacağı bilinən genlərdir. Digər üçüncü qrup isə güclü namizəd genləridir və güclü namizəd genləri əsasən orta səviyyədə genetik sübutları var. Bunlarda məsəl üçün ən azı 2 dənə de novo variant tapılıb, güclü namizəddə, amma hələ tam təsdiqlənməmiş genlərdir. Bir də ehtimal edilən qrup isə ən aşağı qrupdur. Ehtimal edilən genlər müəyyən müddətdən bir yenilənir və ora ilkin bütün məlumatlar daxil edilir, xəstə məlumatları və yaxud da ki, gendə baş verən dəyişikliklər və o daha sonradan ya güclü namizəd qrupuna keçir və yaxud da ki, həmin bu qrupdan çıxarılır. Biz ümumiyyətlə həmin bu genləri bayaq da dediyimiz kimi bir sıra genlər sosial davranışlara təsir edə bilər, bir sıra genlər sinaptik ötürülmələrdə, bir sıra genlər isə neyronal hüceyrə səviyyəsində təsir göstərir və əsasən məsəl üçün MHP2-dir, SHANK3-dir sinaptik formalaşmada, sosial davranış genlərində yenə CHD daha çox özünü göstərir. Trio genləri isə neyronal funksiya pozuntularının daha çox görülməsinə rol oynayır və bu şəkildə qruplaşmalar yaradırlar. Avtizm spektr pozuntusu ilə birlikdə həmin bu genlərdə dəyişikliklər baş verdikdə onlar özündə digər psixoloji problemləri də göstərə bilirlər. Məsəl üçün, bir sıra genlər ADHD pozuntusu ilə əlaqələndirilir. Bəzilərində avtizm spektr pozuntusu ilə birlikdə anksiyetədir, bipolar pozuntulardır, epileptik növbətlərin formalaşması, şizofreniya və yaxud da ki, yuxu pozuntularının baş verməsi kimi bir sıra digər əlamətləri də özündən göstərir və bu genlər də bu şəkildə qruplaşdırılır. Biz ümumiyyətlə avtizm spektr pozuntusunda istifadə etdiyimiz metodları belə deyək, bir CNV-ləri aşkarlasın, delesiya duplikasiyaları görsün deyənə array metodundan istifadə etdik, amma array metodu bizə bir 20%lik bir nəticə verir. Çünki daha xırda gen dəyişikliyi idisə, biz onu o metoddan görmürük. Bəs başqa hansı metodlar var? Hansı genlər ki, artıq avtizm spektr pozuntusu ilə əlaqələndirilir və tapılır? Bunlardan NGS metodu ilə müəyyən bir panel hazırlanır. 100 genlik, 200 və yaxud da 1000 genlik bir panel hazırlanır və həmin panelin daxilində olan sırf genlərə baxılır. Bunun özünün avantajı və yaxud da dezavantajları var. Bizə hədəf gen paneli şəklində baxdığımız zaman əldə edəcəyimiz nəticə 15%-ə qədər olur. Çünki burada biz yeni risk qrupundakı genləri və yaxud da ki, yeni mutasiyaları aşkarlaya bilmirik. Spesifik olaraq hazırlanmış 1000 genə baxa bilirik, məsəl üçün. Amma bunun avantajı nədir? Daha dərin oxunma olduğuna görə nəticələrin güvənirliyi daha yaxşı olur və həmçinin də limitli qədər bu CNV-lərə baxıla bilir. Limitli qədər CNV-lər də ki, hansı ki 1000 dənə gen qrupu etsə, onun üzərindəki delesiya duplikasiyaları görə bilir. VES isə hədəf gen panelindən daha yaxşıdır. Çünki VES-də bütün genlərə baxılır və bütün genlərin üzərindəki dəyişiklikləri görmək olur. Amma VES-dən alınan nəticə də hardasa bizi 10-30%-ə qədər nəticəyə aparır, belə deyək. Çünki VES-in də özünün limitləri var. VES-in limitləri də odur ki, bizə tam array qədər CNV-ləri tam vermir.
Amma müəyyən qədər inkişaf etdirildikcə bu test parametrləri, müəyyən qədər CMV-ləri, həmin o delesiya duplikasiyaları VEST-də də az-az görmək olur. Bundan əlavə olaraq da orada daha çox data olduğuna görə hədəf gen panelindən biraz daha zəif nəticələr əldə etmək olur. Amma yenə də ekzonlara baxırıq və intron bölgələrdəki dəyişikliklər aşkarlana bilmir. Digər bir metod isə VGS-dir. VGS-in VEST-dən fərqi nədir? Whole genom analizi gedir. Whole genom analizində artıq biz burada həm ekzonlara baxırıq, həm də intron bölgələrə baxırıq. Amma bunun da öz mənfi tərəfi odur ki, yenə o, məsəl üçün, fragil X-i yenə görə bilməyəcək və yaxud da ki, CMV-ləri müəyyən miqdarda görə biləcək. Həmçinin də burada da əldə olunan nəticə VES-ə baxan biraz daha yaxşıdır. 20-40%-ə qədər daha yaxşı nəticə əldə etmək olur. Buna görə bütün metodlar belə deyək, bir-birindən əslində fərqlənir. Həmçinin hər birinin də mənfi və müsbət tərəfləri var. Hal-hazırda ən çox istifadə olunan metod VES-dir. Çünki VES vasitəsilə müəyyən qədər biz o array-i də əvəz eləyə bilərik az da olsa. Çünki delesiya duplikasiyaların bir hissəsini görmək olur, amma xəstə və həkimin istəyi ilə array və VES-in hər ikisinin baxılmağı əslində daha yaxşıdır. Digər bir metod isə RGS metodudur. RGS metodu ilə istəyirlər ki, həm genlərə baxılsın, həm delesiya duplikasiyalar varsa baxılsın, həmçinin bunlarla birlikdə o təkrar sayısının artış-azalışları, məsəl üçün o Angelmandır, Fragile X-dir, onları da hamısı birlikdə baxıla bilən bir metod formalaşdırmağa çalışılır, amma hələ ki bu belə deyək, klinikada istifadə olunmur. Bir də biz bütün bu nə qədər genetik araşdırmalar etsək də, bu variantlar, genetik mutasiyalar öz təsdiqini tapsa da, genetikadan əldə etdiyimiz nəticə maksimum %80-ə qədər yüksələ bilir. Nəyə görə? Çünki bizim hər zaman bir somatik mozaik mutasiya ehtimalımız qalır. Belə ki, epigenetikasına baxdıq, copy number variationına baxdıq, tutaq ki, daxili xarici mühit faktorlarını araşdırdıq və yaxud da cinsiyyətə bağlı faktorları araşdırdıq. Amma yenə də genlərdən birində tutaq ki, heterozigot mutasiya baş vermişdi. Avtozoma resessiv xəstəlikdən tutaq ki, söhbət gedir və orada ikinci bir mutasiya bəlkə də ola bilsin ki, somatik halda beyin hüceyrələrində formalaşıb və bunu biz qan analizində görə bilmirik. Qan analizində sadəcə olaraq irsi ötürülən hissəsini görə bilirik. Amma beyində somatik öz-özünə baş vermiş bir mutasiyanı artıq görə bilmirik və ola bilsin ki, bəlkə də xəstədə ikinci hit vuruş deyirlər, double hit vuruşu, ikinci bir vuruş olduğuna görə bu prosesin pozulması gedir. Ona görə də xərçəng xəstəlikləri olsun, istər autizm spektr pozuntusu olsun, bunlarda %80-ə qədər genetik olduğu deyilir, amma %80 nəticə də əldə oluna bilmir təəssüf ki. Bu genetik dəyişikliklər tam DNT-nin üzərində baş verir və müəyyən mutasiyalar şəklində olur, amma bəs epigenetik bu işin hansı hissəsində durur və autizm spektr pozuntusunda əsasən 20-30%-ə qədər də bu epigenetik hissə durur. Belə ki, genetik baxdıq normaldır, xarici təsir faktorları azalır, amma epigenetik tənzimləmələrdə də problem ola bilir. Burada daha çox məsəl üçün DNT metilləşməsi və yaxud da ki, histon modifikasiyaları görülə bilər. Bunlar dediyim kimi CBC adalardır, gedir genin müəyyən bir hissəsinə birləşir və həmin genin ekspressiyasını susturur. Yəni gen öz funksiyasını yerinə yetirə bilmir, kənar təsir kimi olur, amma bu əslində tam gen dəyişikliyi deyil də epigenetik mexanizm nəticəsində olur. Bu da müəyyən xarici faktorların nəticəsindən baş verə bilər. Yenə qidalanmadır, toksik təsirlərdir, bir sıra xarici faktorlardır, daha çox göstərir. Əsasən epigenetik çalışmalarda tək yumurta əkizlərindən daha çox istifadə olunur bir araşdırmanın aparılması üçün. Çünki onlarda DNT eynidir, eyni DNT və onun üzərində epigenetik fərqliliklərin nəticəsində baş verən autizm spektr pozuntusunun fenotipi də fərqli ola bilər. Hətta ciddi fərqlərə qədər çıxarda bilər. Sırf epigenetik tənzimləməyə görə, epigenetik fərqlərə görə bir əkiz daha çox ağır fəsadlar görmüşkən digəri daha yüngül fəsadlar göstərə bilir.
Bu bizim dediyimiz kimi burada avtizm spektr pozuntusunda müəyyən qədər genlər öz təsdiqini tapıb, amma müəyyən qədər genlər də hələ araşdırılır və bu bizə ümumiyyətlə analizlərin aparılması nə verir? Genetik test analizi olunduğu zaman müəyyən bir data analizi aparılır. Həmin bu data analizindən əldə edilən gen məlumatları və yaxud da ki, uşaqda görülən bütün dəyişikliklər Svarigen saytına tutaq ki, əlavə edilir və yaxud da ki, həmin gen ya yüksək riskli qrupa daxil edilir və yaxud da ki, qrupdan çıxardılır və yüksək riskli gen qrupuna daxil edilən bir tutaq ki, gen varsa, bu daha sonra funksional çalışmalara əlavə edilir. Hər hansı bir heyvan modeli üzərində həmin genin hansı funksiyaların pozulması, hansı fəsadları gətirib çıxardacağı heyvan modelləri üzərində baxılır və daha sonra isə insanların üzərinə yenidən qayıdılır. Yəni belə deyək, bu dövriyyə əslində bir növ özünü tamamlayan bir dövriyyə halına alır və genlərin araşdırılması bir o qədər də vacib rol oynayır. Ümumiyyətlə genetik analizlərin aparılmasında dediyimiz kimi yüksək risk qrupuna daxil edildi, amma bəzi dəyişikliklərdə həmin bu qrupdan çıxarılır. Bəs bu necə olur? Məsəl üçün bir dəyişiklik aşkarlanıb uşaqda və daha öncədən bu gen dəyişikliyindən söhbət gedir. Daha öncədən bu heç bir məlumat, bir klinika, bir mərkəz tərəfindən daxil edilməyibdi və qarşılaşdığımız ilk bir dəyişiklikdirsə, onu biz ana atada da baxırıq. Buna əsasən seqreqasiya analizi deyilir. Ana atada da həmin dəyişikliyə baxılanda, həmin tək gendəki bölgəyə baxılanda, ana atadan keçmiş bir dəyişiklikdirsə və ana ata sağlamdırsa, o artıq risk qrupundan çıxır. Böyük ehtimalla bu uşağın avtizm spektr pozuntusunun yaranmasına səbəb deyil deyə dəyərləndirilir. Amma ki, ana atada yox idisə bu gen dəyişikliyi, bu de novo sayılır. Yəni uşaqda yeni öz-özünə formalaşmış bir gen defektidir. Həmin o siqnal yoluna baxdıqda önəmli bir rol oynayır və yaxud da ki, yerləşdiyi bölgə proteinin sintez olunmasına ciddi fəsad yarada biləcək bir mərhələdədir deyə dəyərləndirdiyimizdə artıq yüksək risk qrupuna əlavə edilir və avtizm spektr pozuntusu ilə əlaqələndirilə bilir. Ona görə də verilən genetik analizin ümumiyyətlə cavablarının oxunulması da, onun interpretasiyası da önəmlidir. Orada dəqiq şəkildə baxıb həmin genin funksiyasını da bilmək lazımdır. Bu qədər. Avtizm spektr pozuntusunda hələ ki əldə edilən genetik məlumatlar bunlardır. Suallarınız varsa? Xaricə xanım, təşəkkürlər çıxışınız üçün. Yaqut xanımın sualı var idi, mesaj bölməsinə yazıb. Salam, autizm uşaq anasıyam. Uşaqda hiperaktivlik var, yəni oturmur. Uşağa Abilify verirəm deyə bilərsiniz. Uşaq bu dərmandan asılı qala bilər gələcəkdə. Bu haqqda məlumat istəyir Yaqut xanım. Biz daha çox işin genetik tərəfi ilə işləyirik deyə dərman preparatlarının təyini və yaxud da ki, onların yan fəsadlarının görülüb görülməməyini daha çox pediatr həkimlərindən soruşsalar daha düzgün məlumat əldə edə bilərlər. Bizdə avtizm spektr pozuntusu ilə məşğul olan Lalə doktor var və onun əminəm ki, köməyi sizə daha yaxşı dəyər. Bizim verəcəyimiz cavab sizi biraz səhv yönəldər və o bizim sahəyə girmir, belə deyək. Çox üzr istəyərək cavablandıra bilməyəcəyik sualı. Peyvənddən Lalə sonra doktorla ağır əlaqə metalın saxlasınlar. Lalə doktorla. İnşallah o daha düzgün yönləndirmə eləyər. əlaqə nömrəsini yazacağıq indi mesaj qutusuna. Lalə xanımdan alarlar Hı. randevunu. Peyvənddən sonra ağır metalın çəkməsi. Hal-hazırda peyvəndlə bağlı çox fərqli düşüncələr var. Mən öz düşüncəmə əsasən deyim ki, istər peyvənd olsun, istər hər hansı bir dərman preparatı olsun, qidalanmamız olsun, hər bir sintetik yolla əldə edilən bir şey müəyyən qədər dəyişikliklərə səbəb olur və avtizmdə elə bir xəstəlik qrupudur və yaxud da neyrofərqlilikdir ki, orada bir faktor sırf təsir göstərmir. Uşağın alt genetik polimorfik dəyişikliklər belə avtizm spektr pozuntusuna müəyyən qədər risk yaradır. Normalda polimorfik dəyişikliklər genetikada ciddi bir şeylər, fəsadlara səbəb olmur. Tutaq ki, etnik kökənlər var. Azərbaycanlılarda müəyyən dəyişiklik var, amma bu normal həyatı funksiyanın pozulmasına səbəb olmur. Amma ki, bu polimorfik dəyişikliklərin sayı çoxdursa və yaxud da ki, önəmli genlərin üzərindədirsə, müəyyən uşaqlarda
kənar faktorların təsiri ilə də bunu artırır. Ola bilər ki, qidalanma da ola bilər burada, peyvənd də ola bilər. Bir sıra faktorlar hamısı yığılır, birlikdə toksik effekt yaradır. Mənim düşüncəmə görə, yəni peyvənddən qalmaq olmaz, amma ki, yan təsirləri də mütləq ki olur deyə düşünürəm. Bir sual daha gördüm. Genetik varsa dövrdə təyin etmək olurmu? Necə necə edək ki, belə uşaqların doğum sayı azalsın? Ə, Bizim eləyə biləcəyimiz şey qidalanmamız, ondan sonra təmiz havanın qəbulu, ə, ən çox maksimal halda belə deyək, paketli qidalardan uzaq durmaq, stress və sair digər faktorlardan özümüzü qorumaqdır, əsasən də hamiləlik dövründə. Amma ki, genetik cəhətdən, əgər evdə avtizmli uşaq varsa və yaxud da ki, spesifik olaraq təsdiqini tapmış bir gen dəyişikliyi varsa, bəli, amniosintez olunsa, o uşaqda da həmin gen dəyişikliyinə baxıla bilər. Amma ki, heç bir fəsad olmadan, heç bir şey olmadan baxılsa döldə, bu bizim fikrimizi biraz yayındıra da bilər. Belə ki, neyron inkişafı ilə bağlı həddindən artıq çox genlər var və bu genlərin üzərində də bir çox hələ dəyişikliklərin səbəb olacağı nəticələr bəlli deyil. Belə deyək, məsəl üçün nəticə gələr A geninin üstündə VUS var. Biz o VUS-u bilmirik ki, hələ həqiqətən də avtizm spektr pozuntusuna səbəb olurmu, olmurmu? Və döldə də baxıldığı üçün bu həm xəstəyə problem yaradacaq, həm uşağın dünyaya gətirib gətirilməməsi kimi etik qərara təsir göstərəcək ki, orada elə bir qərar vermək olmur VUS-a görə biz bu uşağı dünyaya gətirməyək. Çox az, yəni 15%li bir ehtimalla biz onun dəqiq diaqnozunu taparıq. Daha çox amniosintezdən döldə baxılması ikinci hamiləlik və yaxud da ailədə bir şey varsa, ata-anada baxıldıqdan sonra planlanmış hamiləlik üzərində aparılsa daha effektiv olar. Uşaqda avtizm spektr pozuntusu var və genetik analiz məsləhət görür. Analiz versə uşağın nə kimi faydası dəyər. Əvvəlcə uşağın həmin bu sindromlardan hər hansı birini sindromlardan biri uşaqda olub-olmadığı müəyyən edilir. Əgər həmin bu sindromlardan biri varsa, ona yanaşma da dəyişilir. O genetik xəstəliyi olan bir qrupa girir və onu daim genetik həmçinin də digər həkimlər birlikdə nəzarət altında saxlayır. Məsəl üçün bu uşaqda həmçinin hormonal müalicəyə də ehtiyac ola bilər. Və yaxud da ki, epileptik növbətləri var idisə, bəzən tək-tək genlərdəki dəyişikliklərə baxılır və elə olur ki, orada bir dərman istifadəsi epilepsiyanı artırır, bir dərman istifadəsi isə epilepsiyanı azaldır. Bu da həkimə köməklik göstərə bilər ki, bu gen bu mexanizmi pozdu. Oradan natrium ionlarının kanallardan keçmə mexanizmi var. Bu kanalları tutaq ki, genişlədir filan dərman və epilepsiyanı artırır və yaxud da ki, azaldır. Bu şəkildə təsirlər var. Həmçinin də ailənin ikinci uşaq planlamasına təsir göstərir və yaxud da ki, dediyim kimi sindrom varsa ona uyğun rəftar aparılır. Diyetindən tutmuş, daxili orqanlarının yoxlanışı, ilərləyən zamanda hansı fəsadlar görülə bilər, bu kimi yanaşma dəyişilir. Yəni təkcə avtizm spektr pozuntusundan çıxa da bilər və yaxud da ki, olduğu kimi qalıb daha yüngüldür vəziyyəti və aparılan müalicə daha effektiv olar, olmaz kimi dəyərləndirmələrə kömək edir hal-hazırda. Uşağın peyvənd alması ona təsir edər və yaxud da yox. Elə bir təyin etmə üsulu yoxdur. Onun üzərində hələ ki belə deyək, danışıqlar gedir. Peyvənd təsir etmir deyən tərəf, peyvənd təsir edir deyən tərəf var. Mən sadəcə olaraq əlavə təsir faktoru kimi görürəm peyvəndi. Necə ki, qidalanma, peyvənd də onun kimi. Amma ki, pediatrlar o işdə daha yaxşı olar. Məsəl üçün, mənim bildiyim qədərilə ağır toksik maddələrin olması avtizm spektr pozuntusunda ən çox faktorlardan biridir. Tutaq ki, peyvənd də istifadə edildikdən sonra bədəndə bir toksik maddə yığılması və s. varsa, onu yenə pediatr təyin eləyir, ona uyğun müalicə aparır və fəsadları daha tez aradan qaldırıla bilər. Ola bilsin ki, həmin period ərzində daha çox pediatrla danışın və yaxud da ki, öz pediatrınızdan əlavə sırf avtizm spektr pozuntusu ilə işləyən bir pediatrla əlaqə yaradıb onun təsirlərini necə aza çəkmək olar, onu baxıla bilər. Ümumiyyətlə, avtizm spektr pozuntusu mən düşünürəm ki, bir gündə yaranmır və müəyyən bir period ərzində ilk 1 yaş,
ana bətnində olduğu zaman 2 yaş, 3 yaş, bəzən gecikir 5 yaş, 6 yaş. Bu dövr ərzində o neyron fərqliliyi artıq formalaşmış olur. Ona görə də həmişə nə qədər erkən diaqnoz qoyulsa, bir o qədər effektivliyi artır. Çünki orada baş verən bir qidalanma təsiri, iltihab olsun, neyronun inkişafına nə ki mənfi təsir eləyirsə, onu bir o qədər tez aradan qaldırmaq daha yaxşı effektivdir. Həmçinin də o görüləcək müalicədən effekt də mən düşünmürəm ki, çox qısa zamanda əldə edilər. Çünki bu proses bir gün içində yaranmayıb. Ona görə də o neyronların öz funksiyasını bərpa etməsi, neyron arasında əlaqələrin yaranması, orada bütün o anlama, qavramanın formalaşması, əgər altyapıda ciddi bir genetik qüsur yoxdursa, yan faktorların daha çox rolu varsa, müəyyən bir period ərzində nəticə əldə olunacağını daha çox düşünürəm və həqiqətən də bu şəkildə olur. Ə, Başqa sual var, Gülçin xanım? Hə, olar sual vermək. Salam, axşamınız xeyir. Naibə Məmmədova, pediatr, Tibb Salam, Universitetinin buyurun. əməkdaşı. Çox sağ olun Xariqə xanım. Çox maraqlı, hər tərəfli, çox gözəl bir məruzə etdiniz. Mən bir az Çox sağ əvvəldə olun. bir 10-15 dəqiqə gec qoşuldum. Bəlkə hansısa məlumatları buraxdım, ancaq məni belə bir maraqlandırır ki, ümumiyyətlə genetika sahəsində Hı -hı. ümumiyyətlə epigenetik, yəni bizim respublikada Bəli. hansısa autizm olsun və ya başqa bir xəstəliklər, yəni hansınınsa inkişafında epigenetik modifikasiyaların rolu öyrənilirmi? Belə bir elmi iş aparılırmı? Xüsusən də məsələn bizim genetik ehtiyatlar institutumuz var. Niyə Hı bunu -hı. soruşuram? Çünki Bəli, bəli. mən özüm bu işin içindəyəm. Pediatriya institutunda, Kübrə Fəracova adına Pediatriya institutunda Hı -hı. məsələn belə iş aparıldı, artıq onun müdafiəsi, aprobasiyası da gedib. Yəni yeni doğulan uşaqlarda nekrotik enterokolitin epigenetik modifikasiyalar zamanı o gedən dəyişkənliklərin rolu öyrənildi. Yəni bu mənim bildiyimə görə belə bir iş bizə rast gəlməyib. Yəni dünya praktikasında var, xarici ölkələrdə ədəbiyyatda var, amma sizin məlumatınız olmamış olmaz. Azərbaycanda ümumiyyətlə epigenetikaya aid modifikasiya, dəyişkənliklərə aid hansısa bir xəstəliyin öyrənilməsi praktikası varmı? Bunu istəyərdim. Çox sağ olun sualınız üçün. Mənim bu dəqiqə belə deyək, elmi araşdırma tərəfini hələ ki dayandırmışdım. Doktorantura Aha, üçün hələ təzə müraciət edirəm. Ona görə bizim ölkədə daha çox elmi tədqiqat institutlarında aparılır. Ya elə olsun Tibb Universitetində bəlkə ola bilsin aparılır və yaxud da Genetik Ehtiyatlar İnstitutunda. O da hər bir tutaq ki doktorantura tələbəsi özü aparır həmin elmi işi və detallı açığı məlumatım yoxdur. Amma irəliləyişlər varmı? Var. Məsəl üçün mikro RNT-lərlə bağlı yaxın zamanda bir həkim məndən soruşmuşdu. Mikro RNT-lərə baxırdı. Hansısa ürək qüsuru ilə bağlı idi, səhv etmirəmsə. Ondan əlavə mən özüm Türkiyədə baxdığım zaman məsəl üçün xərçəng xəstələrində mikro RNT-lərə baxmışdım. Eyni şəkildə indi mən də istəyirəm ki, doktorantura işimdə yenə epigenetik mexanizmlərlə bağlı bir işi götürüm, amma aktiv hal-hazırda bu işi görən kimsə varmı, bilmirəm. Məlumatım çox detallı yoxdur. Bəlkə Gülçin çox xanımın əlaqəsi çox olar. sağ olun. Yəni mən Siz. onu demək istəyirəm ki, həmin NEK zamanı, nekrotik enterokolit Hı zamanı -hı, hı -hı. DNT-nin metilləşməsi, bir də o RNT-nin dediyiniz, bax o Bəli, mikro RNT-lərin araşdırılması, bəli. mikroRNT-lər, amma müayinələrin bir hissəsi, Hı belə -hı, deyək, qan ehtiyatları hazırlanıb Genetik Ehtiyatlar İnstitutunda, analizdə hı -hı. Türkiyədə olub. Yəni burada o Hə, burada əməliyyatlar olun. Aha, düzdür. olunmur. Bəli, bəli. Ona görə Ə, soruşdum, dedim görüm bəlkə irəliləyiş var. Biraz cihazlara görə dəyişə bilər. Məsəl üçün mikro RNT-lərə əslində burada baxmaq olar. Real time PCR metodudur. Orada yenə RNT alıb PCR eləyib baxmaq olar. Əgər tutaq ki, o cihaz təminatını hansısa bir klinikadan tapsaq. Ümumiyyətlə bioloji Aydın. təbabət klinikasında Afgen Genetik Diaqnoz Mərkəzi özü belə şeylərə Ola çox bilər, bəli, açıqdır, bəli. bəli, Bizim bəli. cihazlarımız var, amma hələ ki elə elm işlə bağlı müraciət edən mən hələ ki bizim tələbələrdən görməmişəm. Amma praktikalara gələnlər olur. İndi mən özüm də inşallah elmi işimdə istəyirəm istifadə edeyim. Bir sıra faktorlar təsir göstərə bilər orada. Ola bilsin ki, Türkiyədə işlənilməsi həm belə deyək, PhD tələbə üçün daha avantajlı ola bilər.
o reagentləri gətirmək çətin ola bilər. Bu kimi səbəblərə görə ola bilsin aparılmır, amma irəliləyişlər var. İndi bir sıra laboratoriyalarda artış var, cihazlarda artış var. Ona görə də məncə yaxın zamanda olacaq hamısı inşallah. İnşallah olacaq. Çox sağ olun, təşəkkür Sağ edirəm. olun, Çox sağ sağ olun. olun. Yenə bir sual var Xarqə xanım. Autizm diaqnozunu neçə yaşda qoymaq olur deyə sual gəlib. Ə, Autizm diaqnozunu belə deyək, çox erkən yaşda qoymaq olmur, amma ki özünü yavaş-yavaş biruzə verdiyi zaman şübhələnmək olar. O ünsiyyət qurması lazımdır, göz təmasıdır və yaxud da ki qidalara qarşı həddindən artıq çox həssaslığı ola bilər, ə, yuxu pozuntuları ola bilər. Bir neçə faktorları yan-yana dəyərləndirib müəyyən qədər baxmaq lazımdır, izləmək lazımdır. Ola bilər ki, uşaq hansısa bir davranışı biraz gec eləyir, 6 aylıq deyil də 9 aylıq eləyir, amma gecikməklə gedirsə də özünü toparlaya bilər, amma onu müəyyən qədər izləmək lazımdır. Ona görə tam bir yaş deyə bilmərəm. Yenə bu pediatrların sahəsini daha çox əhatə eləyir və yaxud da ki nevroloqların, amma həmin zaman periodunda, uşağın böyümə periodunda nəzər yetirmək lazımdır. Onun insanlarla ünsiyyəti, göz təmasının qurub-qurmamağı, ümumiyyətlə digər oturmasının, durmasının, digər autizmdən əlavə olaraq digər nevroloji problemlərin olub-olmadığını bilmək üçün period ərzində izləmək lazımdır. Məncə suallar bitdi Xarqə xanım. Təşəkkürlər bir daha. Siz sağ olun, təşəkkür edirəm mən.